Salamlar. Bu gördüğünüz dövlətin ümumi olaraq hakimi sizcə kim ola bilər? Əlbəttə ki, Atropat. Atropat eramızdan əvvəl 321-ci ildə Atropatena dövlətini qurdu və bu dövləti qurduqdan sonra paytaxtı Qazarka şəhəri elan etdi. Onun dövründə Dehqan, üstünə Marağa, Təbriz, Əhər, Xoy, Urmiya ətrafı ərazilər tamamilə Atropatın hakimiyyəti altına keçdi. Atropat bu qədər sürətli irəlilədi, amma bir yerdə dayanmalı oldu. Tormusa bastı qısaca. Atropatın bu tormusa basması ümumi olaraq onun bəxtini açdı. Ancaq oturmağa getdi və dünyada olan bir çox hadisələrdən xəbərsiz qaldı. Yox. Atropat ümumi olaraq bu hakimiyyəti dövründə dövlət ilə çox maraqlandı. Ümumi olaraq Selevki təhlükəsi ilə də çox maraqlandı. Gələk indi Atropatın ilk hakimiyyət illərinə. Eramızdan əvvəl 321-ci ildə Atropatın bu hakimiyyəti gəlişi birdən oldu. Üstünə Makedoniyalıların hamısı dövlət ərazisindən çıxarıldı və ancaq İskit-Sak tayfaları ilə iş görülməyə başlandı. Bundan da başqa, Atropat buradakı dövlət hakimliyini də tamamilə gücləndirdi. Üstünə Atropat bu dövlətin ərazilərini daha çox böyütdü ki, zaten bayaq saydığım ərazilərin hamısı o dövrdə Atropatena dövlətinin ərazisinə çevrildi. Başqa da Selevkiləri ilə çox gözəl söhbətlər aparıldı. Bu söhbətlərin nəticəsi hər zaman elçilərin bir-birləri ilə dava eləməsi ilə nəticələnirdi. İndi isə gələk necə oldu? Atropatena dövləti Atropatın dövründə necə dağılmadı? İndi görə bilərsiniz, aşağı hissədəki yaşıl hissə ümumi Selevki ərazisidir. Yəni ümumi Selevki deyil. Sadəcə bir hissəsi göstərilib, o da bir hissədə deyil, lap balaca hissədir. Üstünə yuxarıdakı ərazidə Albaniya ərazisidir. İndi bu iki dövlətin arasında tost olmuş olan Atropatena dövləti sizcə necə sağ ola bilər? Əlbəttə ki, onların cəsuslarını öldürüb onlara göndərməklə. Heç bir şəkildə dostluq olmaz. Atropat belə düşünürdü. Dostluq qurulsa, o dost bir gün sənin arxandan bıçaqlayar. Buna görə də Atropat heç bir şəkildə dostluq qurmur. Üstünə Atropatena dövlətindəki hakimiyyətini qorumağa çalışırdı. Bütün cəsusları öldürür və onları hakimlərə yollayırdı. Bu da hakimlər tərəfindən ona düşmənçilik yaranmasına səbəb oldu. Atropat hətta o dövrdə Hindistanlıların ona dostluq təklif etməsini belə rədd etdi. Nəticədə İraq hakimliyi də ona dostluq göndərdi, amma bunu da rədd etdi. Allah saxlamış hamının bütün dostluq təkliflərini rədd edə axırda tək qaldı. Hətta o dövrdə Albanlar ilə son vaxtlarında, Atropatın ölməyə yaxın olduğu vaxtlarda Atropatena dövləti ilk kəz Albanlar ilə dostluq qurdu. Yəni indi Atropatda tək yalnız deyirik, amma Atropat o dövrdə sonuncu illərində ümumiyə Albanlar ilə dostluq qurur. O da təhlükə var, Albanlar ordu falan yığır sərhədlərə. Buna görə də o da özünü güvəncə altına almaq üçün gedir Albanlar ilə dostluq qurmağa gedir. Neysə, gələk indi Atropatın sonraki hakimiyyət illərinə. İndi Atropata Hindistanlılar təklif edirlər ki, gəl Selevkiləri bir-birimizin arasında bölüşək. Amma o nə edir? Deyir ki, yox, mən alınan deyil, mən Selevkiləri iki tərəfdən hücum eləsəm namərdəm. Buna görə də o hücum etmir, Hindistanlılar hücum edir. Hindistanlılar da bu döyüşlərdə uduzur, Allah rəhmət eləsin, Atropat sənə gəldi sıra, amma görürük ki, Atropat ölüb, Allah rəhmət eləsin. Artıq Atropatın da ölməyindən sonra taxta keçən digər nəvələri, varisləri ümumi olaraq dövlətin içindən keçirlər. Dövlət idarəsi sıfır, dövlət iki dövlətlərin arasında qalır, hər zaman ya Romanın tərəfinə keçir, ya da Parfiyanın tərəfinə. Nəsə bu söhbətlərdə gələcək videolarda danışarıq. Sağ olun, salamat qalın.